Salamlar, bugün səhər tezdən oyanıb gedirik doğulduğum və böyüdüyüm yer Şüvalana. Evimizin balaca qızına yemək verirəm. Suyu qazı bağlayıb, elektrik avadanlıqlarını tokdan çıxarırıq. Gəldim. Uşaqlarla 1 saata maşına minib düşdük yola. Və nəhayət gəlib çıxdıq bağa. Gözəlim. Parkdır bura, yoxsa Aytan nəsə nənəcildir? O da. Səkinə xalıya bax. Nənələr nəvələrinə qovuşur, mən isə azadlığıma. Nənə evinə gəlməyin ən yaxşı tərəfi özünün də kiminsə uşağı olduğu xatırlamağındır. Oğlum mənim nənəmi görəndə sevinir. Qızım aktiv uşaq olduğu üçün anamla daha yaxşı əylənir. Balamın öskürəyi keçmədiyi üçün həkim 3 günlük inqalyasiya yazıb. Kanalımda inqalyasiya ilə bağlı video yerləşdirmişəm. İstəsəniz baxa bilərsiniz. Uşaqları nənəsigilə tapşırıb qalxıram öz otağıma. Gəlin sizə biraz da otağımı göstərim. Otağımda pərdələrdən başqa hər şeyi özüm seçmişəm. Aksesuar qabını, çılçırağı və bu gördüyünüz filmləri mənə hədiyyə etmişdilər. Otağın pəncərəsinin biri bağın arxa hissəsinə, digəri isə evin önünə baxır. Bura gələndə qış paltarlarımı özümlə gətirdim ki, yay paltarlarım üçün yer açılsın. Buradan gedəndə də yay paltarlarımın bəzisini özümlə aparacağam. Bəbələrim yuxarıya yanıma qalxdılar, sonra isə birlikdə aşağı düşdük. Oğlum doğulandan sonra qızımda araba sevdası başlayıb. Buna görə də gedirəm həyətdəki mətbəxdən digər uşaq arabasını götürməyə. Uşaqları nənələrinə tapşırıb mən biraz çıxıram bağdan meyvə yığmağa. Bu da bizim həyətin sakini Mikidir. Miki bizə toyum ərəfəsində gəlmişdi. Artıq 4 il olacaq ki bizimlədir. Mənim ən sevdiyim gilə meyvələrdən biri tutdur. Bu tut ağacı bizim həyətin tam ortasında bitmişdi. Həyəti zibilləyəcək deyə anam bu ağacı istəmirdi. Ağacın qalması üçün o qədər təkid etdim ki, çıxarıb küçə qapısı tərəfdə əkdilər. Nənəm ağacları sevdiyi üçün həyətdə hər cür meyvəyə rast gəlmək olur. Bu meyvəni tut qədər olmasa da çox sevirəm. Bağda gəzdikcə insan zövq alır. Biraz muşmula dərib gedirəm qayısılara baxmağa. Narın yağış yağdığı üçün meyvələri götürüb gedirəm evə. Gəldim gördüm ki, Ayazı nənələri yatızdırıb. Qızım isə məndən qaysı istədi, getdim onun üçün yenidən qaysı dərməyə. Qızım böyüdükcə sifarişləri də artır. Bağın meyvələrindən dadlı və az şəkərli kompot hazırlayıblar. Ona görə qızıma da biraz kompotdan verdim. Normalda şəkərli qidalar vermirəm. Özümüzə çay süzdüm, gedirik çay içməyə. Nənəmin hər evdə bir dənə şkafı var ki, orada hər zaman mənim üçün dadlı nələrsə gizlədir. Bu səfər bu şokoladı saxlamışdı. Püstəli, künəfəli, südlü şokolad. Püstəni, künəfəni çox sevsəm də, Dubay şokoladının abartıldığını düşünürəm. Bəlkə də daha dadlı şokolad var. Qızımın ad günündə yoldaşımın bibisi mətbəx oyuncağı hədiyyə etmişdi. Bizim evdə yer olmadığına görə oyuncağı bağda açmaq qərarına gəlmişdik. Videonu qısaltsam da ən az 40 dəqiqəyə bu oyuncağı düzəltdik. Bir insana həyatda qalan gözəl xatirələr və anlar olur və bu da qızımla keçirdiyim gözəl anlardan biridir. Bugün anamgilin menyusunda sən sevirsən deyə bişirmişik xingalı var. Və bu cümlədən sonra yenə kiminsə uşağı olduğumu xatırladım. Bir qadın ana olduqdan sonra nəyi sevib sevmədiyini unudur. Çünki uşağının sevdiyi şeylər artıq onun sevdiyinə çevrilir. Günorta inqalyasiyasının vaxtı gəldi. Biraz balamın nazını çəkdim. Öskür, öskür. Öyle. Ay sənə qurban olum mən, ay qız. Sonra qızım yuxarıdakı gəmiyə baxmaq istədi, yuxarı çıxdıq. Gəldik, gördük ki, Ayaz ikinci yuxusuna gedib. Oğlum böyüdükcə xasiyyəti də çətinləşir. Yeməyə 2 saniyə gec verən kimi əsəbləşir. Ayaz nənəmin başını oynaçır. Dayandır. Baxışdı. Duyğu rejimə öyrəşdiyi üçün axşam 9 olan kimi yatır. Dediği welcome.
Nəgillə sağollaşıb yollanırıq evə. Xalam balalarım üçün çiyələk, tut yığıb gedirik onları da yol üstü götürməyə. Salam aleyküm. Biz gəlirdik də niyə əziyyət çəkirdik? Salam. Necəsiz? Salam. Salam abla xala. Sana qurban olaram. Mən sizin Arxada dovşanlar var. qurban olaram. Qurbanınız günü olsun. Sağ olun, hayırlısı Ay olsun. Allah. Çox sağ olun. Xalam hər həftə uşaqlar üçün təzə kənd yumurtası və bizim bağda olmayan meyvələrdən göndərir. Gözəl bir günün sonunda evdəyik. Nənəgilə əli boş gedib, əli dolu qayıdırıq. Kanalıma abunə olmağı və like etməyi unutmayın. Özünüzdən müğayət olun. Hələlik.